Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Gəlin səhər saatlarında biz verdiyimiz siqnalları bir-bir yoxlayaq, dəqiqliyini görək nələr baş verdi. Ümumiyyətlə gəlirə gəldimi, gəlmədimi? Təbii ki, 9-10 siqnalımız mükəmməl nəticə verdi. Yəni ilk siqnalımız səhər saatlarında demək qızıldan gəldi. Demək sel əməliyyatları ilə. Demək sel əməliyyatları ilə biz satış əməliyyatlarını açdıq və 5145-də, yəni mükəmməl bir nəticə verdi. İkinci əməliyyatlarımız isə qızılda, baxaq görək qızıldakı demək biz sel əməliyyatından sonra demək 5145-dən sonra bay əməliyyatlarımız haqqında danışdıq. Bay əməliyyatları da deməli 5156-dan idi. 5156-dan 5166-lara qədər birinci əməliyyat idi. İkinci bay əməliyyatları 5173-dən 5188-ə qədər. Yəni tək qızılda 3 əməliyyatımız, yəni uğurla nəticələndi. Onlardan biri deyək ki 5145-dən gəlirlə nəticələndi, ikinci 5156-dan gəlirlə nəticələndi, üçüncü isə 5173-dən 88-ə qədər, bu da gəlirlə nəticələndi. Tək qızılda 3 əməliyyat. Sonra gümüşdə olan əməliyyatları nəzərdə çatdırım. Yəni 4-cü əməliyyatımız biz paylaşmışdıq gümüşdə 84-300-lərdən. Yəni bu da mükəmməl nəticə verdi. İndi hal-hazırdakı vəziyyət. Yəni vəziyyət deyək ki 87-200-lərə qədər qalxdı. Bu da mükəmməl bir nəticə. Bu 4-cü əməliyyat. 5-ci əməliyyat biz YouTube-da da paylaşdıq. Bitcoin-da 5-ci əməliyyatımız da gəlirlə nəticələndi. 6-cı əməliyyatımız isə euro-dollarda idi, bay əməliyyatları. Euro-dollarda olan bay əməliyyatları, bax, burada deməli, euro-dollarda deməli 3, 4, 5 euro, 6 funt, 7 dollar Yapon yeni, 8 funtun Yapon yeni, 9 funtun Frankon rəqabəti, 10 neft. Neftdə də biz 99-a satış əməliyyatlarını nəzər çatdırdıq və neft 10-cu əməliyyat 99-dan sonra, baxın 99 burada satış əməliyyatları, 99-da olan satış əməliyyatları da mükəmməl nəticə verdi, yəni 95-ə qədər endi. Yəni siqnal kanalında paylaşdığımız siqnallardan 10 siqnal, yəni öz effektini verdi, mükəmməl bir nəticə verdi. Ümid edirəm, yəni bugün üçün bəs edər. Yəni əməliyyatları bağladıq. 10 əməliyyat gün ərzində, yəni illərlə də trade-lə məşğul olan şəxslər ki var, gün ərzində bir əməliyyatları belə gəlirə gələ bilmir. Yəni həftələrlə çalışırlar ki, bir əməliyyatlarını belə uğurlu edə bilmirlər. Amma siz bu günləri bizim Telegram siqnal kanalının üzvləri həm VIP, həm Super Forex, həm Real Traders, həm Qonaq Ol, həm Azərbaycan Forex Assosiasiyası, həm SIP kanalının deyək ki, üzvləri bugün ən azından düzdür, biz VIP-də 10 paylaşmışıq və Real Traders-ə də paylaşmışıq. Digər, yəni qrupdan fərqlidir. Yəni ən çox paylaşılan qruplar var, elə qruplar var. Yəni orada daha az paylaşılır. Məsələn, deyək ki, Azərbaycan Forex Assosiasiyası burada deməli səhər saatlarında 1, 2, 3, 4, 5, 6, 7, 8 əməliyyatdan 8 paylaşımlar oldu. Təbii ki, bunlardan dollar Yapon yeni gəlir verdi, dollar frank gəlir verdi, euro dollar, funt dollar, funtun Yapon yeninə rəqabəti və funtun franka olan rəqabəti. Yəni deyək ki 6 siqnal mükəmməl oldu. Yəni bir də sadəcə dollar Yapon yeni, dollar frank, euro dollar, funt Yapon yeni, funt frank. 6 deyək ki bu kanalda 6 siqnalımız mükəmməl oldu. Amma deyək ki VIP-də isə VIP-də məncə daha çox olmalı idi. Demək qızılda tək qızılda 3 əməliyyat, gümüş 4 əməliyyat, neft 5 əməliyyat, 5 əməliyyat, deməli 6, 7, 8,
9, 10 əməliyyat. Yəni 10 əməliyyat. Yəni orada deməli 3, hətta 10, 11 əməliyyat uğurla nəticələndi. Yəni bugün üçün mənim fikrimcə 10-11 əməliyyatın uğurlu olması mükəmməldir. Hamınıza uğurlar arzulayıram. İnşallah əgər gün ərzində yenə siqnallar olarsa, gələrsə çalışaram qızıldan və gümüşdən, Bitcoin'dan yenidən paylaşım. Yəni günün sonunda hələ çox var. Yəni siqnallar gəlsə yenə paylaşaram. Yəni çalışaraq ki, bugün VIP kanalda 15 siqnal olsun. Yəni bir 4-5 dənə siqnal paylaşsaq, məncə tamamlanar bugün üçün. Hələlik uğurlar arzulayıram sizə.